Ukrayna prezidenti Volodymyr Zelenski sabah səhər Ukrayna nümayəndə heyətinin Amerika Birləşmiş Ştatlarında danışıqlarla bağlı tam hesabat təqdim edəcəyini bildirib. Zelenski bu barədə bugün axşam xalqa müraciəti zamanı məlumat verib. Dövlət başçısı Amerika Birləşmiş Ştatları prezidenti Donald Trumpın nümayəndələri ilə danışıqların nəticələri ilə bağlı Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerov və ordunun baş qərargah rəisi Andrey Yevlakovun hesabatını gözlədiyini deyib. Hesabatlarda əsasən Ukrayna üçün təhlükəsizlik zəmanətləri, Ukrayna və Amerika Birləşmiş Ştatları heyətləri tərəfindən müzakirə edilən əsas sənədin 20 bəndi ilə bağlı hazırlanmış sənədlər yer alacaq. Zelenski həmçinin müharibənin gətirdiyi problemlərlə bağlı bayramların və yadda qalan tarixlərin təqvimini yenidən nəzərdən keçirməyi planlaşdırdıqlarını açıqlayıb. O, bu məsələni Ali Radanın sədri Ruslan Stefançukla müzakirə etdiyini və təkliflərin parlament, hökumət və vətəndaş cəmiyyəti ilə birgə hazırlanmasını tapşırdığını deyib. Dövlət başçısı Milad bayramının 25 dekabra keçirilməsində olduğu kimi, digər tarixlərində məntiqli və ədalətli olmağı olduğunu vurğulayıb.